Azərbaycanın innovasiya əsaslı elm yüklü sənaye sektorlarında inkişafı ölkəmizi fərqli sahələr üzrə iştirakçı və hətta liderə çevirə bilər. Rəsmi Bakının kosmik sənaye strategiyası zamanla onu kosmik ailənin bir üzvünə çevirdi. Hədəfdə isə Kosmik Sənaye Akademiyasının yaradılması yer alır. Sözü gedən sənaye sektoruna xüsusi marağı ilə seçilən Türk Dövlətləri Təşkilatı isə Azərbaycanın bu təşəbbüsünü yüksək qiymətləndirdi. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin rəhbərlərinin 4-cü illik toplantısında yerli akademiyanın kosmik əməkdaşlığa töhfə verəcəyi vurğulandı. Biz qəti əminik ki, potensialın artırılması və təhsil kosmik əməkdaşlığın əsas dayaqlarındandır. Bu baxımdan Azərbaycanın virtual kosmik akademiyanın və tədris proqramının işə salınması təşəbbüsünü alqışlayırıq. Bu proqramlar əhalimiz arasında möhkəm bilik bazasının formalaşdırılmasına yönəlib. Onlar gənclərin və mütəxəssislərin dərin və mənalı təlimə, bacarıqların inkişafına cəlb olunmasına yardım edəcək. Və bu bizim daha geniş hədəfimiz. Kosmik elmlərə ictimai maraqlı və bu sahədə səriştənin artırılması üçün zəmin yaradacaq. Gələcək kosmik layihələrə başlamaq üçün Türk Dövlətləri Təşkilatının kosmik subyektləri arasında hüquqi normaların yaradılması da təklif olundu. Azərbaycanın bu sahədə əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğu vurğulandı. 2021-ci ildə qəbul edilmiş Türk Dünyası 2040 konsepsiyası Türk dövlətləri arasında kosmik əməkdaşlıq üçün aydın hədəfləri əhatə edir. Sənəd kosmosun sülh məqsədli tədqiqinə və elmi tərəqqiyə olan kollektiv öhdəliyimizi vurğulayır. Bu kontekstdə Türk Kosmik İnnovasiyalar Fondunun yaradılması kollektiv yolumuzda əhəmiyyətli bir mərhələdir. Biz bu istiqamətdə resurslarımızı və təcrübəmizi birləşdirərək regional innovasiya ekosistemi yaradırıq. Təhlillər göstərir ki, Azərbaycanda kosmik fəaliyyət haqqında qanunun qəbul edilməsi milli kosmik ambisiyalarımızın rəsmiləşdirilməsi baxımından yüksək qiymətləndirilir. Beynəlxalq müqavilələr və normalar əsasında modernləşdirilmiş bu qanun kosmik sektorda davamlı inkişaf üçün yol xəritəsi rolunu oynayır. Rəsmi Bakının kosmik sənaye istiqamətindəki müvafiq kursunu yüksək qiymətləndirən Özbəkistan üçünsə bu təcrübənin öyrənilməsi xüsusilə vacibdir. Çünki 2026-cı ildə tədbirə ev sahibliyini məhz Özbəkistan edəcək. Son bir ildə Özbəkistanın kosmos sahəsi bir neçə mühüm nailiyyətlə yadda qalıb. Biz yeni kosmos fəaliyyətləri üzrə milli qanunu uğurla qəbul etmişik ki, bu da kosmos ekosistemimizin inkişafı üçün güclü hüquqi bazı yaradıb. Özbəkistan həmçinin BMT-nin xarici kosmos müqaviləsini ratifikasiya edərək xarici kosmosdan məsuliyyətli və sülh yolu ilə istifadəyə olan bağlılığını bir daha təsdiqləyib. Bu prosesi dəstəkləyən və kömək edən Türkiyə və Azərbaycana minnətdarlığımızı bildirirəm. Düşünürəm ki, açıq dialoq, birgə təşəbbüslər və qarşılıqlı dəstək imkan verəcək ki, biz kosmos texnologiyasının potensialını Türk dünyasının xeyrinə aça bilək. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçirilə bilər. Artıq bu istiqamətdə danışıqlar və məsləhətləşmələr həyata keçirilir. Zeynəb Mirzəyeva, Azər Qarayev, Real.